26-cı suala baxırıq. Demək, burada cəm ismin qarşısında hansı kəmiyyət bildirən sözü işlədə bilərik? Onu tapmalıyıq. Complements cəmdə işlədilmişdir. Demək, burada birbaşa olaraq 2-ci və 5-ci punktlar çıxılır. Çünki much cəm isimlərin qarşısında işlədilmir. Burada too many, plenty of, a lot of punktları doğrudur. Yəni doğru variant 1, 3, 4 C variantıdır. Demək, many cəm isimlərin qarşısında işlənir. Plenty of və a lot of isə həm cəm isimlərin qarşısında, həm də sayıla bilməyən isimlərin qarşısında işlənir. Demək, too many, plenty of, a lot of compliments may be considered as insincerity. Yəni, çoxlu komplimentlər səmimiyyətsizlik hesab oluna bilər. Kimi tərcümə edirik? Doğru variantımız C variantıdır.